tapşırığı verirsən, kömək eləyirsən, deyirsən ki, bu forma oxusan, sən daha yaxşı oxuyarsan. Gəlir çıxır ora, tam başqa bir şey oxuyur. Və sən də görürsən ki, onu oxusaydı daha yaxşı idi. Deyirəm, qardaş, niyə belə oxudun? Əziz qari, niyə belə oxudun? Deyir, ağlıma gəldi, belə oxudum. Qardaşların qiraətlərini azdan çoxdan mən özüm də bələdəm və bilirəm ki, bu qiraəti məsəl üçün nəzr eləyə bilər də. Amma ora çıxır %90% fərqli qiraət eləyir. Yəni o bildiyimiz qiraəti eləmir. Gözəl qiraət istəyirik əzizlərimizdən ki, maşallah da olsun, çalışırlar üzərlərində. Hər həftə mən diqqət eləyirəm də, görürəm ki, inkişaf edirlər. Bəli. Biri çağırgahı zəif bilir, düşür üstünə bir həftə öyrənir. Sizin vaxtınızda bu nə sosial şəbəkələrdə bu məlumat yox idi, nə internetin Google vasitəsilə məsələn girib axtarış eləyə bilmirdin. Sizin vaxtınızda məsələn biz sizdən öyrənə bilirik ki, təqlid etməyin qaydaları hansılardır, siz bizə yollar göstərirsiniz, biz onlardan istifadə edirik. Bəs sizin zamanınızda siz kimdən soruşmusunuz, necə öyrənmisiniz? Qarinin oxuduğu yerləri mütləq sən təqlid edərək əzbərləməlisən, yadda saxlamalısan. Və məşqlər vasitəsilə, bunu məsələn biz tələbələrə belə öyrədirik. Dərsi veririk, gedir gəlir, oxuyur. Məsələn, qəbullandım, ikinci sıranı verirəm. Qəbullanmadım, deyirəm yox. Ləhə mə kəsəbət və aləyhə məktəsəbət Rabbənə. Salam əziz izləyicilərimiz, xoş gördük hər birinizi Ahəng proqramında. Ümid edirəm keçən həftələrdə olduğu kimi, bu həftədə verilişimiz sizin üçün çox maraqlı və faydalı olacaqdır. Çox vaxt itirmədən dəyərli qonağım Hacı İlkini salamlayıram. Hacı, xoş gəlmişsiniz. Aleyküm salam. Necəsiz, keyfiniz, əhvalınız? Çox sağ ol, sən necəsən? Yaxşı olun, Allah razı olsun Hacıcan. Səsin yerindədir İbrahim. Təşəkkür edirəm, çox sağ olasınız. Oxuyanlara adətən birinci o sualı verilir. Allah razı olsun. Səsin yerindədir. Bəli Hacıcan. Hacıcan, mən istəyərdim sözü sizə verəm. İlk öncə salamlaşasınız dəyərli izləyicilərimizlə. Onlara qısa töhfələrinizi verəsiniz və mövzumuza keçid edək inşallah. Bismillahi və billah. Mən də əziz izləyicilərimizi salamlayıram. Quran qarilərimizi və Qurana aşiq olanları, ələl xüsus avaza aşiq olanları salamlayıram. Çünki Quran sevgisi bir başqa, avaza sevgi bir başqa. Bəzi Quran oxuyanlar var ki, onlar sadəcə olaraq Quranı sadə üzündən oxuyurlar, Qurana sevgiləri var. Maşallah, çox da oxuyurlar, əlhəmdülillah. Və bəziləri var, amma Quranın avazla oxunuşuna aşiq edirlər. Onlar bir qrup insanlardır. Məsələn, biz o vaxt tələbələr arasında Quran oxuyanlar var idi, amma Quranı sadə üzündən hətta əzbərləyənlər var idi Quranı. Amma avaza o qədər meylləri yox idi. Amma bir qrup tələbələr var idi ki, onlar avazı daha çox sevirdilər. Quranı avazla qulaq asmağı daha çox sevirdilər. O yüzden hər birini salamlayıram. Aleykümselam. Allah razı olsun. Hacıcan, verilişimizin ilk dəqiqələrindən mən bir məsələ haqqında narahat edeyim sizi. Bizim bir dəyərli qardaşlarımızdan biri məndən xahiş edib ki, bu sualı sizə yönəldim ki, düzdür, bu mövzular haqqında biz müəyyən qədər danışmışıq ilk proqramlarımızda. Təqlid mövzusu haqqında. O qardaşımız bizdən xahiş edib ki, sizdən soruşaq təqlid etməyin qaydası haqqında. Yəni, təqlid etməyi istəyir və ilk olaraq nə etməlidir təqliddən ötürü? Bu barədə qısa bir məlumat. Biz təbii ki, əvvəl verilişlərimizdə təqlid haqqında geniş bəhslər etdik, yadınızda olsa İbrahim. Amma sualı cavablandıraq, nə olsun? Təkrar biliyin anasıdır. Təqlidin ən gözəl yolu təqlidi az-az öyrənməkdir. Yəni, əgər biz bir qaridən təqlid ediriksə, məsələn, qarinin qiraəti yarım saatdırsa, 20 dəqiqədirsə, biz birdən-birə o 20 dəqiqəni hamısını qulaq asıb və onu təqlid etməyi bacara bilmərik. Bu mümkünsüzdür. Necə məsələn bir şeyi əzbərləyəndə, bir Quran ayəsini əzbərləyəndə, bir səhifəni əzbərləyəndə və ya bir surəni əzbərləyəndə və ya şeir əzbərləyəndə, qəzəl əzbərləyəndə nə edirsən? Onu hissə-hissə əzbərləyirsən və hissə əzbərlədiyin zaman onu başlayırsan təkrar etməyə. Məsələn, mən 2 sıra əzbər etmişəmsə Quran ayəsi və ya 1 sıra əzbər etmişəmsə, artıq ora mənim əzbərimdir. İkinci sıraya keçəndə birinci sıranı
əvvəldən başlayıram, təkrar olaraq oxuyuram. Məsələn, Bəqərə surəsini götürək. Əmənər rasulu bimə unzilə iləyhi min rabbihi vel mu'minun. Burada dayandım. Cim işarəsi var, yaxşı, vəqfdə dayanıram. Mən buranı indi 5 dəfəyə, 6 dəfəyə, hər neçə dəfəyə əzbərlədim. Hələ söhbət əzbərdən gedir, sonra təqlidə gələcəm. Fikrimi çatdırmaq istəyirəm sadəcə olaraq. Mən vel mu'minun ora qədər gəldim, əzbərlədim. İndi keçirəm ayənin davamına. Kullun əmənə billahi və mələikətihi və kutubihi və rusulihi la nufərriqu beynə əhədin min rusulihi. Burada da cim işarəsi var, dayandım. İndi mən buranı başlayıram əzbərləməyə. Kullun əmənə billahi və mələikətihi. Buranı əzbər etdiyim zaman, məsələn, kullun əmənə billahi və mələikətihi. Bura qədər yadımda saxlamaq istəyirəm. Qaydıram əvvələ. Əmənər rasulu bimə unzilə iləyhi min rabbihi vel mu'minun. Kullun əmənə billahi və mələikətihi. Aha, gördüm, bura qədər əzbərlədim. Neyinirəm? Davamını əzbərləyim. Və kutubihi və rusulihi. Məsələn, 2 kəlmə artırdım. Bu 2 kəlməni də əzbərlədim. Hara qaydıram? Yenə əvvələ. Əmənər rasulu bimə unzilə iləyhi min rabbihi vel mu'minun. Kullun əmənə billahi və mələikətihi və kutubihi və rusulihi. Necə əzbərləyirəm? Bəli. Əzbər bu forma olur. İndi gələk təqlidə. Elə hacıcan təxminən. Heç bir fərqi yoxdur. Mən götürürəm bir qarinin oxuduğu yeri. Elə məsələn, buranı çox qarilər oxuyub. Məsələn, şahada qulaq asıram. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Hətta əuzu billahi minəşşeytanirracim və Bismillahirrahmanirrahim. Buranı mən dəfələrlə qulaq asmalıyam. Çox təəssüflər olsun ki, bəziləri bir dəfə qulaq asmaqla ki, mən oxuya bilmirəm. Deyirəm, neçə dəfə qulaq asmısan? 1-2 dəfə. Sən 1-2 dəfə etsən, qulağına səs çatmayıb. Bəli. Nəinki hələ səs o yaddaşda qalsın. Hələ səs çatmayıb qulağa. Çünki qulağın da biz yadımda olsa, onu da bəhs eləmişik müəyyən qədər. Qulağın bəli. Eşitmək qabiliyyətin artırmaq məsələsi var. Qulaq yaddaşı var. Əgər mənim qulaq yaddaşım zəifdirsə, notu tuta bilməyəcəm. Hansı notda başlayıb onu tuta bilməyəcəm. Və yaxud da mənim səs yaddaşım zəifdirsə, birinin zehni zəifdir. Yaxşı, amma səs yaddaşı güclüdür. Birinin zehni zəifdir, amma göz yaddaşı daha güclüdür. Fərqlidir də insanlar arasında. Birinin də qulaq yaddaşı güclüdür. Dostlardan biri deyirdi, çox savadlı qardaşlardan biridir. Onun öz yaxın bir dostu onu mənə danışırdı. Sağdır, cavandır. Onun bir yaxın dostu danışırdı, təəccüblə danışırdı. Deyirdi ki, həmin qardaş ki, mən də onu vacib tanıyıram, deyir, mənə dedi ki, məsələn, məclisdə 100 nəfər adam olsun, sən oradan danışırsansa, yəni müəyyən səsdə də, ahəstə səslə danışırsansa, mən onu tuta bilirəm ki, sən oradan bu 100 nəfərin içərisindən sənin səsini tuta bilirəm. Gör, bunun qulaq yaddaşı nə qədər itidirsə, 100 nəfərin içərisində onun səsini tuta bilir. Bir neçə dənə onun deməli xüsusiyyətlərin sadaladı, biri də o idi. Biri də bir xasiyyətində deyim, məsələn deyir ki, mən o iddia eləyir ki, mən moizə elədiyim yerdə mesaj da yaza bilirəm. Lap əvvəl telefonlarda, knopkalı telefonlarda mən rahat danışdığım yerdə, yəni ciddi bir mövzu haqqında danışdığım yerdə mən mesaj da yaza bilirəm. Telefonların təzə çıxan vaxtlarında deyir, biz inanmadıq. Bir məclislərin birində səhv etmirəmsə Məhərrəm məclisi idi, deyir, moizə edirdi. Təbii ki, görünməmək, əlini deyir, əbanın altına salmışdı. Gördüm, mesaj gəldi mənə. Gördüm, söhbət eləyir, mesaj həmin adamlandı. Ki, ispat elədi ki, bəli, mən bunu bacarım. Yəni, insanların qabiliyyəti. Məsələn, insanlar var, eyni zamanda bir neçə səsə qulaq asa bilir. Bir neçə səsə. Və yaxud da insanlar var, bir tərəfdən kitab oxuyur, bir tərəfdən sən danışırız, səni dinləyir, bir tərəfdən də başqa bir mövzu haqqında fikirləşir və düşünür. Belədir. Sözüm nədədir? Yəni, Əuzu billahi minəşşeytanirracim, sən onu qarinin dediyi kimi əzbərləmədiyin halda avaz baxmandan deyirəm. O biri ayəyə keçməyə yəni faydası yoxdur.
Yoxsa bu artıq azad bir qiraət sayılacaq da, çünki təqliddən çıxacaq. Yox, təqlid, biz təqlid nəyə deyirik? Təqlid yəni qarşı tərəf nə edibsə sən də onu eynən kopyasını edirsən. O nə edibsə sən onu edirsən. Yəni o qədər sən ona diqqətlə qulaq asmalısın. Mən tələbələrə də bunu deyirəm. Görürsən ki, bir yer veririk tələbələrə. Get buranı təqlid elə gəl. Mən məsəl üçün 5 sıra yerdir, düzdür. Demirəm birdən-birə get onun 5 sırasını hamısını gətir. Deyirəm get onun 1 sırasını gətir mənə. Mənə orada 1 sıra lazımdır. Niyə? Çünki sən onu necə yadda saxlamısansa əzbərdən oxumaqla, oxumaq necə öyrənilir? Oxumaq belə öyrənilir də. Birdən-birə məsələn olmur ki, bir qari yarım saatlıq tilavət edib. Hə, gedim mən bir dənə qulaq asım, gəlim eynən o qari kimi oxuyum. Ola bilməz ki, oxuya bilərsən. Ola bilməz. Bir ayənin özün bəzən. Bir ayənin özün bəzən sən özün necə öyrənmirsən? Bəli. Mən özüm necə elə bax bura gəlməmişdən öncə Minşavinin və min ayatihi an xalaqakum min turabin thumma ayəsi var Rum surəsindən. O ayəyə bəlkə bir 15 dəfə qulaq asmışam. Bir ayəni oxuyur, müxtəlif qiraətlərdə oxuyur. Azcan, yeri gəlmişkən sizin vaxtınızda bu nə sosial şəbəkələrdə bu məlumat yox idi, nə internetin Google vasitəsilə məsələn girib axtarış eləyə bilmirdin. Sizin vaxtınızda məsələn biz sizdən öyrənə bilirik ki, təqlid etməyin qaydaları hansılardır, siz bizə yollar göstərirsiniz, biz onlardan istifadə edirik. Bəs sizin zamanınızda siz kimdən soruşmusunuz, necə öyrənmisiniz? Desəm o qədər əziyyət çəkmişik İbrahim, yəni yetərincə əziyyətimiz olub və bu verilişlərimizin ərsəyə gəlməsində şəxsən mənim özümün çəkdiyim əziyyətlər bu verilişləri yəni çəkməyə mənə məcbur edir. Düzdür, Allah üçün edirik bunların hamısını, amma elə o da Allah üçündür. Burada ilahi bir hədəfdən başqa bir hədəfimiz yoxdur. Allah bizə dəstək olanlardan da razı olsun. Bizim kamera arxasında olan bu verilişi çəkənlər, bunun səsin yazanlar, bunu montaj edənlər hamısına təşəkkür edirik. Bəli. Allah onların da əcrin inşallah həm dünya, həm axirətdə verəcək. Sənə də təşəkkür edirəm İbrahim. Allah səndən də razı olsun. Gözəl suallar verirsən. Yəni doğrudan da çox əziyyət çəkmişik. Həddindən artıq əziyyət çəkmişik. Və məqalələr axtarırdıq ki, filan qarinin. Mən kitab almışdım bir dənə. Yarışların birinə gedəndə axtardım, bir dənə kitab tapdım. Qarilərin həyatı. Müəyyən qədər qarilərin həyatından oxumuşdum. O da sonralar idi. İlk əvvəllərdə yəni heç nə. Radiodan biz nə öyrənirdik? Qiraətləri oradan öyrənirdik. Heç qarilərin vəzin adını düzəməlli başlı bilmirdik. Oradan buradan öyrənirdik. Amma həmd olsun Allaha indi yaxşıdır. Sözümüz təqliddən idi. Təqliddə bir sıra, yarım sıra qarinin oxuduğu yerləri mütləq sən təqlid edərək əzbərləməlisən, yadda saxlamalısan. Və məşqlər vasitəsilə, bunu məsələn biz tələbələrə belə öyrədirik. Məsələn, dərsi veririk, gedir gəlir, oxuyur. Məsələn, qəbullandım, 2-ci sıranı verirəm. Qəbullanmadım, deyirəm, yox, get təzədən. Təkrar. Bəli, muğam dərslərinin özündə də belədir. Vokal dərslərində də belədir. Sən həmin hissəni öyrənməyincə, həmin şöbəni öyrənməyincə, müəllimin oxuduğu kimi oxumayınca səni buraxmırlar sonraki ifaya. Öyrən keç. Məsələn, rast təsnifin öyrəndin, dəstgahını öyrəndin, ondan sonra keçirsən məsələn başqa muğamlara, şöbələri ilə bir yerdə. Biz də bəyat muğamından başlayırıq. Məsələn, müəyyən qədər bəyat muğamını öyrəndik. Artıq görürük ki, bəyat muğamından məlumatı var. Sonra keçirik məsələn rast muğamına. Amma bunu da qeyd edim ki, İbrahim, bu da maraqlı bir şey ola bilər. Uşaqlar ki, bəzi qarilərdən təqlid edirlər. Məsələn, elə qarilər var, bir ağız bəyat oxuyur. Dərhal keçir rasta. Məsələn, Əbdülbasit kimi qarilər. Əbdüləziz Həssan kimi qarilər məsələn. Görsən ki, dərhal rasta keçir. Azca, mən təqliddə ən birinci elə bilirəm ki, ən birinci seçim hansı qariyə təqlid etmək lazımdır olmalıdır. Çünki uyğunsuzluqlar çox olur. İbrahim, o da zövqlə idi. Məsələn, birinin zövqü Əbdülbasit deyil. Mən də deyim ki, yox, Əbdülbasitlə mütləq məşq eləməlisən. Düz deyirsiniz. O da var. Birinin zövqü Minşavidir, birinin zövqü Mustafa İsmaildir. Onların hərəsinin özünə görə də məktəbləri var. Amma məsələn,
bizlə məşq etdikləri zaman biz onlara yol göstəririk. Harda Mustafa İsmailin məsələn də Bəyat muğamı çox oxuduğu yer varsa, onu araşdırıq, tapırıq. Deyirik, məsələn, buranı Bəyatda məşq eləyəcəyik. Və yaxud da Şahadın hansı surədir görüm yadıma düşsə. وَلَقَدْ جِئْتُمُونَ فُرَادًا Bəli, kəmə خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ. Hansı surədir, onun kaş yadıma düşəydi. Orada Bəyatı kamil oxuyub. Bəyatı Hüseyni oxuyub, Nəvanı oxuyub. Yəni geniş oxuyur. 15 dəqiqə Bəyat oxuyur. Gətiririk, qoyuruq məsələn tələbənin qarşısına, deyirik ki, əgər Şahadı deməli oxuyursansa, sən buradan məşq eləməlisən. Niyə? Çünki Bəyatı geniş oxuyub orada. Yunus surəsi deyil. Yunus olmalıdır, səhv eləmirəmsə Yunus olmalıdır. Bəyatı məsələn oradan deyirik ki, məşq elə. Amma Şahadın elə oxuduqları var ki, məsələn Bəyatın qərarını oxuyur, artıq cavabında rasta ayaq verir, rasta keçir oxuyur, sonra keçir yenə təzədən Bəyatı oxuyur. Bəli. Tempi qaldırır, sonra Bəyatı təvəssütə keçir, oxuyur. Hacıcan, çox üzr istəyirəm, mən yenə keçən həftələrdə olduğu kimi yenə müsabiqə məsələsi haqqında bəzi suallar vermək istəyirəm. Çünki biz keçən həftələrdə mən şahidi oldum qardaşlardan. Yəni əslində sən gərək müsabiqəni billəmi izləyirsən, amma orada mütləq nə olmaz şeylər ki var, orada baş verir. Mütləq onu gəlib burada izahını istəməlisən ki. Bəli, Hacıcan, çünki baxırlar o verişlərə. Qardaşlar çox həyəcanlanırlar. Düzdür, Hacı, orada həyəcansız mümkün deyil. Mən özüm də orada olmuşam da birinci müsabiqədə. Yəni o mümkün deyil, sıfır mümkün deyil. Amma müəyyən qədər çalışa bilərlər. Belə loru dildə isə o kresloya oturan kimi belə çox bir fərqli vəziyyət olur. Çünki biz Hacı o qardaşların qiraətlərini azdan çoxdan mən özüm də bələdəm və bilirəm ki, bu qiraəti məsəl üçün nəzr eləyə bilər də. Amma ora çıxır %90% fərqli qiraət eləyir. Yəni o bildiyimiz qiraəti eləmir. Hətta keçən səfər mən verilişlərdə sizin emosiyalarınızı gördüm, əsəbləşmişdiniz həmin müsabiqədə. Əsəbləşməyəcəm, kim harada görür. Hacı, yəni nəfəs problemləri çox olur. Bax, Hacı, nəfəs haqqında mütləq danışmaq lazımdır. İbrahim, onların biz azad qoymuşuq da, yəni müəllimlərə müraciəti azad qoymuşuq ki, hər kəs Hacı Ruslana, Seyid Əli müəllimə və mənə gəlib müraciət edə bilərlər, kömək edə bilərik. Amma Hacı, bizim vaxtımızda o yox idi. O fərqləndi. Bizim vaxtımızda biz düzdür, digər yox, o da var idi ki, siz məsələn deyirsiniz ki, 6 gün, 5 gün ərzində problem yoxdur. Yəni müraciət. Amma canlıda siz gəlib müsabiqədə oxumağa çıxacaqsınız, siz gəlib vəqf ibtida yerini soruş. O da bəli. Bilirsən İbrahim, bunlarla biz məşğul oluruq müəyyən qardaşlarla, hamısı ilə olmasa da, yəni mənə müraciət edənlər Ruslan müəllimə də müraciət edirlər, Seyid Əli müəllimə də müraciət edirlər. Nəyə narahat əsəbləşdim, belə desək, yaxşı mənada. Məsələn, tapşırığı verirsən, kömək eləyirsən, deyirsən ki, bu forma oxusan, sən daha yaxşı oxuyarsan. Gəlir, çıxır ora, tam başqa bir şey oxuyur. Və sən də görürsən ki, onu oxusaydı daha yaxşı idi. Deyirəm, qardaş, niyə belə oxudun? Əziz qari, niyə belə oxudun? Deyir, ağlıma gəldi, belə oxudum. Deyirəm ki, orada şansdır. Sən bildiyini oxumalısan. Bir də deyirsən ki, mən hələ yoxlayırdım, görün belə necə alınır. Məsələn, ora yoxlama yeri deyil axı. Yoxlama yeri deyil axı ora. Məsələn, biri ilə məşğul olmuşduq, kömək eləmişdim daha doğrusu. Yenə deyirəm, eyni zamanda o bir müəllimlər də kömək eləyirlər. Çıxdı orada elə bir notdan başladı. Boğuldu, qaldı. Onun əvəzinə mən bilirdim axı, bu yaxşı oxuyur oranı. Hacı, mən kommentləri də oxudum. Bir nəfər kommentdə yazmışdı, qardaş deyir, zilə çıxanda özü də narahat olub. Yəni onun hisslərini göstərdi kommentdəki. Yəni o qədər, o təxmini bildim mən, siz hansı qaridən danışırsınız. Deməli, çox aşağı bəmlə başladı. Hələ əsəbləşdiyimi demirəm, ondan qabaq. Sonra boğuldu, qaldı orada. Mən onun əvəzinə mən boğuldum. Amma ona deyirəm, niyə belə? Deyir, yoxladı. Deyirəm, bəlkə bu belə yaxşı alınır. Sonra bir qiraətin içərisində 5 dənə zil elədi. 5 dənə, yəni 4 dənə zil elədi. Hamısında da xaricilik oldu da. Zillər, səs o deyildi. Deyirəm, niyə belə eləyirsən?
Bir dənə zil kifayət eləyir. Sənə lazımdır ki, çıxıb orada 5 dənə xaric oxuyasan. Azcan çox üzr istəyirəm. Bax, sizin bizim verilişlərimizdə segah mövzusu haqqında biz danışanda, segah bəhsində mən düşünürəm ki, həmin müsabiqədə iştirak edən qardaşlarımız bəlkə də ahəngin o segah verilişinə, məsələn, o zehnimdə o qardaşdır da, ona baxsaydı, bəlkə də o səhv orada olmayacaqdı. Məsələn, siz o ahəng proqramında demişdiniz ki, segah yəni yuxarı notla oxunacaq Midə başlayır, bəli. muğamdır, bəli. O qardaş da çıxır, ən əsaslardan biri odur ki, yəni düzgün, yəni xaric keçidlər olur da, səsdən səsə az. Mən bilmirəm ya onun adı nədir. Məsələn, segahla bu formada başlayır. Məsələn, gəlir iştirakçı oxumağa. Bismillahirrahmanirrahim. Özü də bildi ki, bəmdir. Bəli. İstəyir onu axı Zilə göstərsin. qaldırsın bəli. Bismillah. Tamam fərqli. Hələ mən indi o bəlkə də nota uyğun oxudum. Tamam fərqli bir notla yenə də segah oxuyur ha, amma heç bir uyğunluq gəlmir. O da çox böyük xalların çıxmasına səbəb olur. Doğrudur. Biz orada ümumilikdə yarışda gözəl bir qiraət istəyirik. Qarilərdən gözəl bir qiraət. Mənim yadımdadır, son yarışlarda, indi dünya yarışlarında əvvəlkilərə nisbət, məsəl üçün 2010, 2008, 2007-ci illərin yarışlarına müqayisədə olaraq deyirəm. Məsələn, 2006-larda, 2007-lərdə, 2008-lərdə olan dünya yarışlarında orada konkret deyirdilər ki, məsəl üçün 3 muğam istənilir. Və cavabı da istənilir. Məsələn, belə bir şərtlər qoyurdular. Amma sonraki yarışlarda bilirsiniz nə istəyirdilər? Gözəl qiraət. Bəli. Yəni bir nəfər çıxır, oxuyur Dinləyicisiə təsir qoymur. Cəzb. Ola bilər ki, 2 dənə muğam oxusun. Münsiflər deməli cəmiyyətə görə bəzən yəni o qiraətin gözəlliyin orada istəyirlər ki, gözəl məna təqdim eləmək. Azdan bir növ məclisi qiraət, amma təzvid və muğamlar ardıcıllığı olmalıdır. Təzvid və muğamlar yerində olmaq şərti ilə. Bu başqa bir məsələdir. Artıq orada, yəni baxırıq ki, avaz balına görə o vaxt 2006-lar, 2007-lərdə tam əksinə idi. Təcvidin balı daha yüksək idi. İndi təcvidin balı 30-dur. Diqqət edirsən? Bəli, bəli. Əvvəllər təcvidin balı yüksəkdir. Avazda 50-dir. Amma bu əvvəl tam əksinə idi. Təcvid daha üstünlük idi. Üstünlük verirdilər təcvidə. Başa düşdün necədir? O yüzden biz gözəl qiraət istəyirik əzizlərimizdən ki, maşallah da olsun, çalışırlar üzərlərində. Hər həftə mən diqqət edirəm də görürəm ki, inkişaf edirlər. Bəli. Biri çağırgahı zəif bilir, düşür üstünə bir həftə öyrənir. Artıq hazır müsabiqənin də final mərhələləri az qalır, bəli. Çox az şey qalıb. Biz əsas danışıqlarımız o demək deyil də, yəni artıq müsabiqə bitdi. Yəni bundan sonra da inşallah bu müsabiqələr olacaq. Quran sədası, bizim yarış deyil ki, başqa yarışlarda ola bilər. İstifadə eləməklər məsləhətdir. Ən əsas da, yəni mən deyərdim ki, lazım olan müsabiqə iştirakçısı üçün lazım olan keçən həftələrdə verilişlərimizdə biz bayatın necə oxunması və digər muğamların bir neçə muğamı göstərmişik də. İnşallah bugün də istəyəcək sizdən ki, hər hansı bir ya iki muğamın yəni müsabiqədə çıxıb oxumağa qərar, cavab hissəsini necə göstərə bilər. Bəli, olar. Hacıcan, bir məsələni də qeyd edeyim ki, siz müsabiqədə, mən görürəm də münsiflər, məsələn, siz orada bəzi mövzulara toxunursunuz ki, yəni cavab səsin aktavını öyrənmək istəyirik də, səsin zili. Bəzi məsələn qarilər var ki, uzadan oxuyurlar. Əslində cavab hesab edir ki, cavab təhvil verdim. Yox. Amma səsin qaldıranda elə bilir cavab. Ondan hesablanmır. Onun qaydası var da. Siz bir zəhmət inşallah bu veriliş üçün bizə Nəhavənd muğamının qərar, cavab hissəsi və xüsusən də sizdən Nəhavəndin içində kürdünü də xahiş edəcəm. Biraz nasazlığım, xəstəliyim var inşallah. Əgər səsim ona imkan verərsə oxuyacam. İnşallah Hacıcan. Bismillahirrahmanirrahim. Âmenər Rasûlü bimâ unzile ileyhi min Rabbihi vel mu'minun.
كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا. Devamını sen git İbrahim. لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا ولا تحمل علينا إصرا كما حملته على الذين من قبلنا ربنا ولا تحملنا ما لا طاقة لنا به واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين. Allah Allah. Sadaqallahul aliyyul azim. Sadaqallahul aliyyul Azza azim. Allah razı olsun. Teşekkürler İnşallah İbrahim. ümid edirəm izləyənlərin, Quran qarilərinin, müsabiqə iştirakçılarının hər birinin işinə yarayar. İnşallah. Təşəkkür inşallah. edirəm sizə. Teşekkürler. Sağ olun. Bəli, əziz izləyicilərimiz, bununla da verilişimiz sona çatır. Sağ olun, sağlıqla qalın.